Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar fiziki şəxsin gəlir vergisi. Baxın, gəlir vergisini iki cür adlandırdılar. Nə dedi? Həm sahibkarlıq fəaliyyəti, həm qeyri-sahibkarlıq fəaliyyəti. Gəlir vergisi anlayışı Azərbaycan sərhədləri daxilində Azərbaycan mənbəsindən əldə olunan bütün gəlirlərə aid. Yəni, onlar hamısından gəlir vergisi verilməlidir. Hüquqi şəxslər isə ona mənfəət vergisi adı altında verməlidir. Biz istərik ön açıb dövlətdə qeydiyyata keçmək şərti ilə, yəni vergi ödəyicisinin yeniləşdirmə nömrəsi almaqla da pul qazana bilərik bu mənbədə. O zaman gəlir vergisini fiziki şəxs olaraq təqdim edəcəyik və yaxud da ki, vətəndaş olaraq. Gəlir vergi ödəyicisi olmadan, yəni dövlətdə vergi ödəyicisi olmadan da biz gəlir əldə ediriksə, deyək ki, birinə şəxsən xidmət göstərmişəm, birindən və yaxud da mənə miras qalıbdır, ölkədəki lotereyadan pul udmuşam, fərqi yoxdur da səbəbi, amma bu mənbədən Azərbaycan Respublikasından qazanmışam bu gəliri, fiziki şəxs, yəni vətəndaş olaraq da yenə onu gəlir vergisini cəlb eləməliyim. Muzlu ən əsaslarından biri muzlu işdən əlaqədar gəlir vergisidir. Baxın, bunun fiziki şəxsin gəlir vergisini bir-birinə qarışdırmayın. Təyinatları eynidir, amma gəlir vergisi deyəndə bu keçdiyimiz şirkət olaraq verginin verilməsindən və illik verilməsindən söhbət gedir. Bizim əmək haqqımızdan tutulan gəlir vergiləri isə muzlu işlə əlaqədar tutulan gəlir vergisidir. Yəni bizim əmək müqaviləsi ilə hansısa bir müəssisə və yaxud da ki, təşkilat üçün vaxtımızı satmaqla əldə etdiyimiz gəlirimizdə tutulan gəlir vergisidir, vətəndaş olur. Və o da 14%-dir. Amma onu da müəyyən şərtlərə bağlayıblar. Deyiblər ki, 2500-ə qədər olan hissədən, yəni dövlət qurumlarında 14%, 200 manatlıq yaşayış minimumuna çıxmaq şərti ilə. Yəni 2500 manatlıq bir maaşda minus 200 manat, yerdə qalan 14%. 2500-dən yuxarı gəlir əldə edirim Azərbaycan mənbəyində. O zaman 2500-dən yuxarı hissə ilə 2500 arasındakı fərqin 25%-i, 2500 manatında 14%-ni cəmləyirik və gəlir vergisini müəyyənləşdiririk. Amma hansı gəlir vergisini? Muzlu fəaliyyətdən əldə olunan gəlirin gəlir vergisini bu formada hesablayırıq. Hal-hazırda dövlət qurumlarında və büdcədən maliyyələşən təşkilatlarda bu cürdür. Gəlir vergisinin ödənməsini rüb qurtardıqdan 15 gündən gecə olaraq qeyd etmişdik. Hesabatı 31-inə qeyd etmişdik. Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün, yəni məqsədə kommersiya olmayan, gəlir əldə etmək olmayan, istər qeyri-hökumət təşkilatları, istər də ki, fərdi şəxslər qazandıqları gəlirin 14%-də gəlir vergisi ödəmək məcburiyyətindədirlər. Muzlu işçi kimi cəlb edilməyən fiziki şəxslərə və yaxud da hüquqi şəxslər, fərdi sahibkarlar və ya vergi orqanında uçotda olan qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər, yəni qeyri-hökumət təşkilatları tərəfindən ödənilən maddi yardım, mükafat və təqaüdlərdən mediatorlara, mediasiya təşkilatları tərəfindən mülki hüquqi müqavilələr əsasında ödənilən xidmət haqlarından, habelə vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillərin həmin qurumun tərəfindən ödənilən gəlirindən 14% dərəcə ilə vergi tutulmalıdır. Bu nədən ibarətdir? Ən əsası vəkillər kolleqiyasına üzv olan şəxslər hansısa bir vəkil bürosunda gedib qeydiyyata düşür. Amma orada əmək müqaviləsi ilə qeydiyyatda olunur. Gördüyü işlərə görə nə vəsait alırsa, onun 14%-ını çıxıb onu ödəyirlər. Yəni, ödəmə mənbəyindən olaraq həmin şəxsi 14% gəlir vergisinə cəlb edirlər. Plus digərləri, vergi uçotunda qeydiyyatda olmayan şəxslər yenə xidmət göstərirsə, ona o pulu vergi orqanında qeydiyyatda olan başqa biri ödəyirsə, o zaman yenə 14% məbləğində vergiyə cəlb edir, vergisini tutur, ondan sonra yerdə qalan məbləğin ödənilməsini edir. Qeyd edəcəyim bu heç
Dividendlər 5%, ən aşağı gəlir vergisidir mənim gözümdə. Yəni dividend vergisi əslində bir gəlir vergisidir. Kimin gəlir vergisidir? Sahibkarın etdiyi kapital qoyuluşundan əldə etdiyi gəlir vergisidir. Şey olmaz ki, yaşın 5%. Çünki Azərbaycan xarici investorları və yerli investorları ölkəyə pul qoymaqla maraqlı olduğuna inandırmaq məcburiyyətindədir. Çünki olmadığı təqdirdə mən pulu burada necə götürəcəm? Niyə bir də ondan əlavə 20% bir vergi verib 10% bir niyə verirəm ki? Bəli, 50 mindən aşağı qoya bilmir. Bəli. Bəli. Bəli, bəli. Yəni demək istədiyim nədir? Bütün gəlirlər formaları hamısı gəlir vergisi adlanır. Dividend mənim nizamnamə kapitalı qoyulmuş eləmişəm deyək ki 5 dənə şirkətə 5-indən də mən dividend götürmüşəm. Götürdüyüm dividend, yəni belə adlandırdığım əlavə termin əslində gəlirdir yəni. Hamısından gəlir götürmüşəm. Sadəcə sahibkarlıq fəaliyyətindən deyil, yatırım edərək təsisçi olaraq gəlir əldə etdiyim üçün onun adı dividenddir və dərəcəsi 5%-də, dividendin vergisinin dərəcəsi də 5%-dir. Artıq 14% deyil. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müqayisədən sabiqələrdən, pul şəklində əldə edilən uduşlardan, iştirakla bağlı ödənilən pul vəsaiti, neçə dənə mötərizə var içəcə burada? 10%, yəni belə deyək də, qazandığın nə varsa, lotereyadan, poz qazanılan, mərc oyunlarından və yaxud da başqa əməliyyatlardan 10% dərəcə ilə gəlir vergisinə cəlb ediləcək. İcarə haqları və royaltidən isə 14% məbləğində gəlir vergisinə cəlb ediləcək. Baxın, gəlin hal və situasiyanı şərtləndirəyim, bayaq getdiyimiz kimi. Mən A şirkətiyəm. Mən necə olur icarə götürürəm, vergi ödəyicisi oluram, ödəmə mənbəyi ilə. Necə olur dividend vergisinin ödəyicisi oluram, ödəmə mənbəyi vasitəsilə. Baş verən şey nədir? Mən özüm gəlir vergisinin ödəyicisiyəm. Yəni, vergidən də qeydiyyatdan keçmişəm. Mən gəlirəm, yekunatda, rübümün sonunda, əgər birindən icarəyə obyekt götürmüşəmsə, gəlir vergisinin qaydalarına aid olaraqdan, əgər qarşı tərəf icarəyə götürdüyüm şəxs vergi ödəyicisi deyilsə, ona pul mən ödəyirəm axı, onun gəlir əldə etməsində mən səbəbkar oluram. Ona görə mənim boynuma vergi qoyur ki, borcu, sən onun qazancının 14%-ni tut, gəlir vergisini mənə ödəyəcəksən, sənlə hesablaşacaq. Amma ondan tut. Vergi də biz də tutmalıyıq, yəni və ödəməliyik. Durduq yerə nə olmuş oluruq? Biz ödəmə mənbəyindən verginin ödəyicisi olmuş oluruq. Amma ödədiyimiz verginin adı nədir? Gəlir vergisi. Kimin vergisidir? Bizim xərc aldığımız təşkilatın. İcarəyə götürdüyümüz obyektə görə. İkinci variant yenə dividendlə bağlı. Sahibkarım mənim 20 dənə ola bilər. Hər birinə dividend vermiş ola bilərəm. Amma onlardan verdiyim dividendlərin 5% dərəcəsində dividendini tutub mənim dövlətə ödəmək mənim borcumdur, mənim mükəlləfiyyətimdir, belə deyim. Onun hesabatını mən təqdim edəcəm. Hansı tərzdə? Ödəmə mənbəyindən vergi olaraq. Yəni, əməklə bağlı. Dövlət Sosial Müdafiə Fondu, gəlir vergisi ilə bağlı. Biz işçi ilə dövlət arasında hansı koordinasiyonu qururuq? Yenə əlaqələndirici şəxs. İşçinin maaşından gəlir vergisini tuturuq, yenə dövlətin özünə ödəyirik. Amma hansı formada ödəyirik? Vahid muzlu bəyannamə ilə, o da yenə ödəmə mənbəyi anlayışı ilə ödəmiş oluruq. Biz ödəmə mənbəyi ilə vergi ilə ödədiyimiz vergilərin heç birisinin bizlə uzaqdan yaxın əlaqəsi yoxdur. Ödəmə mənbəyindən vergi mənim vergi mükəlləfiyyətim deyil. Ona görə nəyin ödəmə mənbəyindən vergisini tuturamsa, fərqi yoxdur. Xərci onu vergi ilə bir yerdə aid edirəm. Cümləni bir də qurum. Misal üçün, birinci belə deyək, hansı əməliyyatdan ödəmə mənbəyindən vergi tuturamsa, həmin əməliyyatın xərcə tutduğum vergi ilə cəmini bir yerdə tanıyıram. Misal üçün, İcarə götürmüşəm 1000 manata, icarədən 140 manat
ödəm mənbəyindən vergi tutub ödəmişəm. Amma mən xərcimə yazanda 1000 manat yazdım. 1140 yox. Hə, icarəyə verənə 1000 manatı ödəmişəmsə, 140-ı da dövlətə ödəmişəmsə, bəli, 1140 var. Amma tutub ödəmişəmsə, o zaman elə 1000 manatın özünü də əlavə edirəm. Yəni xərc olaraq. Yəni edə bilmərik, yəni sizə də deyə bilmirik. Amma bayaq xanım dediyimiz kimi belə şərtlər də ola bilər ki, müqavilələrdə əgər sahibkar icarəyə verən daha doğrusu icarə verdiğinde bura yazılan mənim net gəlirimdir. Bunun mənim cibimə girməlidir. Tüm vergilər sənlikdir deyilsə, o zaman biz hesablamamızı elə aparmalıyıq ki, 1000 manat ona, 1000 manata görə olan ödəm mənbəyindən vergiləri ödəməliyik dövlətə də olur bizim xərcimiz. Amma ikisini bir yerdə cəmləyib çıxmalıyıq. Niyə? Çünki onun icarəsini artıq 1150 neçə manat deyə göstərəcəyik. Ki oradan 14% çıxanda 1000 manat adamın özünə qalmış olsun. Nə var burada? Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan və əlvan və qara metal qırıntılarının utilizasiyası və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların utilizasiya məqsədləri üçün işlənmiş şinlərin təqdim edilməsini həyata keçirən fiziki şəxslərin həmin malların təqdim edilməsindən əldə etdikləri gəlirindən onlara ödəmələr həyata keçirən şəxslər tərəfindən xərclər çıxılmadan 5% dərəcə ilə vergi tutulmalıdır. Bu aliçoları nəzərdə tutulur. Baxdığımız kinolarda var ya, səbətlə gəzən gənclərin və yaxud da ki, yaşlıların ikinci emala gedə biləcək metal qırıntıları, kağız məmulatları, plastik məmulatlar toplayaraq bunları qəbul məntəqələrinə aparıb satmalarından gedir söhbət. Burada həmin adamları cəlb eləmirlər, ha, yəni yanılmayın. Həmin adamların verdikləri qəbul məntəqəsi var, deyir ki, aparıbdır, həmin o yığan şəxslər qəbul məntəqəsinə verib ödənişlərini alıbdılar. Qəbul məntəqəsi aparıb onu emal yerinə verdiyi zaman emalın bunlara ödədiyi puldan 5% məbləğində gəlir vergisi tutacaq. Yəni kimlə? Aradakı o toplayıcı var, məntəqə sahibi. Məntəqə sahibinin gəlirindən. Tamam, rezil fiziki bu heç. Hə. Gəlir vergisindən azaddır. İşte. Burada vergi məcəlləsinə baxmaq ehtiyac yoxdur. Burada hamısı aydın yazılır. Baxmağa ehtiyac var. Məcəlləyə baxmağa hər zaman ehtiyac var. Bunlar qısadır. Bax, birazdan sonra verəcəyim materialda 108-dən 121-ə qədərin bir açılışıdır. İmkanınız var, oturub hamısını etməniz lazımdır. Amma gəlir və mənfəət vergisində başqa anlayışları öyrənməkdənsə azad olma və güzəştləri öyrənməniz daha məqsədə uyğundur. O sizin həm özünüzü satmaqda, həm belə deyək də, franchise olaraq deyəcəkdim, freelance olaraq iş götürmənizə daha böyük köməkçi olacaq. Çox sağ ol. Müvafiq il üzrə orta aylıq muzlu işçi sayı təqvim ili ərzində muzlu işçilərin sayını cəmləyərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Yeni oxuyuram cümləni. Müvafiq il üzrə orta aylıq muzlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətinin əldə etdikləri gəlirin 75%-i 75% vergidən azaddır. Vergi ödəyiciləri tərəfindən əmtəsiz əməliyyatlar aparıldığı halda göstərilən vergi güzəşti əmtəsiz əməliyyatlardan yaranan gəlirlərlə münasibətdə tətbiq edilmir. Onun da şərti var. 2, bəli. Nə edirəm? Full ekran. Eləməmişəm. Yok, sağda yukarıdaki. Niye? Mən neyim ki? Araba belədir yəni.
Hareket əməliyyatı. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədi ilə yuxarıda göstərilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriyaya sahibkarlıq subyektinə keçiddə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ili yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75% həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Başa düşən var? Amma mən düşdüm şəxsən. Çox gözəl mövzudur. 3 il əvvəlki dövrdə əgər siz gəlir vergisinin 75% güzəştini istifadə etməmisinizsə, amma 3 ildən sonra bu prosesə düşmüsünüzsə artıq, yəni o şərtlərə cavab verirsinizsə, əvvəlki 3 ilin hesablamasını edə bilərsiniz, təzədən tətbiq edə bilərsiniz. Köhnə 3 ilə. Sən istədin, bizə dedik. Nötr həmin mövzuda nətər oldu bu iş? Proqram təminatının işlənməsi sahəsində yox, elə gəlir vergi ödəyicisi kimi. Amma güzəştdən istifadə etməyib, bəli. Ödənmir ki, şəxsi səfərə öhdəliklərini azaldır. Təzə öhdəliyindən azaldır da, belə deyək. Proqram təminatının deməli 75 getdi, 45 oradan gəldi. Proqram təminatının işlənməsi sahəsində xidmətlər, layihə, dizayn və dekorasiya xidmətləri, tərcümə, gəlirlərinin xərclər nəzərə alınmadan həcmi 45.000 manata dək olan fiziki şəxslərin həmin fəaliyyətindən əldə etdikləri gəlirinin 75%. Bəli. Amma kimlərin? Proqram təminatının işlənməsi sahəsində xidmət göstərən, layihə, dizayn, dekorasiya xidməti, tərcümə yadında qaldı artıq sənin xanımın. Dekorasiya xidməti, tərcümə gəlirindən xərclər nəzərə alınmadan 45.000, yəni birbaşa satışın gedir. Satışın 45.000-ini 75% güzəşt edirlər. Sadalanan fəaliyyət sahəsində muzlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işə götürənə göstərdiyi halda həmin fərdi sahibkara bu güzəşt şamil edilir. Yəni, mən sənin əmək müqavilətindən işçin idim bu sahə üzrə, yuxarıda sadalanan sahə üzrə. Vergilərini azaltmaq məqsədi ilə məni işdən çıxardırsan və təkrar xidmət müqaviləsi ilə bərabər çalışırıq. 1 il ərzində deyil, xərcə sala bilmirsin. Yox, elə əldən eləyə, bank hesabına. Amma bir necədir? Deyək ki, sən dizayn xidməti göstərə bilirsən və bir müəssisədə əmək müqaviləsinin işçisən. Maaşını da kartla alırsan. Müdür bir gün gəlir ki, sənə görə əlavə DSMF ödəyirik, səni işdən çıxardırıq. Təzən səndən ged özə vöyün açdır, gəl, sənlə xidmət müqaviləsi bağlayalım. Sənə gedib vöyün açıb gəlsə, sənlə xidmət müqaviləsi bağlayır, sən özün ayrıcı olursan, gəlir vergisinin ödəyicisi. Ona görə deyir, eyni şirkətə xidmət göstərirsə, həmin göstərdiyi xidməti 1 il müddətində gəlirdən çıxılan xərclərə şamil edə bilmir və bu güzəşti şamil edilmir deyilir. Ama bir il müddətində var. Hə, 1 il müddətində. Sadalanan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda qeyd olunan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu fəaliyyət sahələrindən əldə edilən illik gəlirin illik ümumi gəlirlərdəki xüsusi çəkisi 50%-dən az olmaz. Yəni, güzəşt düşəcək sahənin
ümumi gəlir içərisindəki gəlirliyi payı çox olmalıdır. Yəni 50%-dən yuxarı olmalıdır ki, güzəşt tətbiq edilə bilsin. Təqvim ili ərzində alınan hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın birdəfəlik müavinətin dəyərinin 2500 manata dək olan hissəsi, mirasların dəyərinin 20.000 manata dək olan hissəsi, hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri, ölkə daxilində müalicə haqları, o cümlədən cərrahi əməliyyatları haqqını ödəmək üçün maddi yardım, yəni birdəfəlik müavinətin 10.000 manata dək olan hissəsi, xaricdə müalicə üçünsə 50.000 manata dək olan hissəsi gəlir vergisindən azaddır. Yəni bu saydıqlarımızın hamısı şirkətin öz işçilərinə müavinətin təmin edilməsi ilə bağlıdır. Şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20.000 manata dək olan hissəsi, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20.000 manata dək olan hissəsi, Bunlar bir dəfəlik yardımlar. illikdən gedir söhbət. Evet, bu da yok. Ola bilər. Verdikleri yer. Tutsunlar. 20 manata qədərindən yox. Və öz verdiklərindən getmir söhbət. Toplam olaraq gedir. Məsəl üçün, maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda verilir ki, baxın, şərtlərdən biri daha çıxdı ortaya, deyir, bu güzəşt o halda verilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyini müəyyən etdiyini təsdiq edən arayış təqdim edilmiş olsun. Bu DSMF-in nə bilim nə şey var, sənədləşməsi var. Smata birinci qrup, ikinci qrup deyilər. Yəni ondan gedir söhbət. Sonra bu güzəştlər bəllidir. Kənd təsərrüfatı burada da var. Var. Dəymiş zərərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri. Zərər varsa, zərərin kompensasiyası varsa azaddır. Kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxsin bu fəaliyyət üzrə satışdan kənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına nə? Hesabına kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olan rezident yurdu şəxsinin iştirakçıları olan fiziki şəxslərin bu sahə üzrə dividend gəlirləri 2023-cü ilin yanvarın 1-dən 4 il müddətinə, yəni 2027-ci ilin yanvar ayına qədər hesabına kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan dövlət büdcəsinin hesabına da, yəni subsidiya ilə artıdır. Nə formada olursa o kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğulsansa, gəlir vergisindən 2027-nin yanvarın 1-nə qədər azadsın. Satışdan kenar gelirini alabilir. Satışdan kenar gelirini alabilir. Gübrə satışı, məsəl üçün taxılı satıb samanını da satır. İstehsal məhsul olmamalıdır. Yəni istehsal etdiyi məhsulu satışını yox, başqa nə gəlir əldə etməsi varsa. Misal üçün bilirsiniz, ümumiyyətən belə bir gəlir əldə etmə sahələri də var ki, davam. Fiziki şəxslərə kompensasiya xarakterli müxtəlif ödənişləri dedik. Yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri, beynəlxalq yarışlarda, idman yarışları istisna olmaqla və müsabiqələrdə pul şəklində alınan mükafatların 4000 manata dək olan hissəsi, o zaman o güzəştləri mən niyə bir sayıram ki, mən maraqlı yer axtarıram bura. Dövlətin aldığı şey heç kompensasiya birbaşa azaddır.
Texnologiyalar Parkının rezidentləri 10 il müddətində, idarəedici şəxsləri də 10 il müddətində azaddılar. Təşviq sənədimiz hardadır bizim? Aha. Yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir banka, xarici bankın Azərbaycan Respublikasındakı filialına milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirinin 200 manatadək olan hissəsi, bayağı da bir əməlli başlı güzəşti var imiş. Baxım o burada var mı? İstədiyim yoxdur. Şöyle burada məxsusi bir şey izah edeyim sizə. Baxdım o burada düşməyib. Görə bilmirəm. Deyək ki, sizin müəssisəniz və təşkilatınız birbaşa xarici bankdan kredit qəbul edib və yaxud da birbaşa xarici bankın buradakı filial nümayəndəliyi olan bankından onu təmsil edən bankdan kredit qəbul edib. Və bunu edən zaman deyək ki 200 min manat kredit alıb. Amma bu 200 min manatlıq kredit alanda 50 min manat bunun cəmi kapital dəyəri olur. Bu təqdirdə aldığı kredit əgər 20% illik ödənişlə olmuş olsa, banklar arası faiz dərəcəsi də 10-15% olsa, heç olmasa da belə, gəlin birinci şərti deyək. Xarici bankların alınan kreditin kapitalınızdan 2 dəfə çox hissəsinə görə hesablanan faizləri biz faiz xərci olaraq gəlirin əldə olunması çəkidən xərc kateqoriyasına aid edə bilərik və gəlirdən çıxa bilərik. 50 mini 2-yə vuracaq 100 min. 100 minə görə faiz dərəcəsi nə qədərdirsə, onu biz illik gəlirdən çıxa bilərik. Gəlir rəqəminin özünü. Şərtdə əsas olmalıdır. Əsas odur ki, xarici bank olmalıdır. Yəni xarici bankdan aldığın kreditə aiddir. Xarici bankdan kreditdə almısan və onu aldığın zaman sənin kapitalından 2 dəfədən artıq olub. Artıq olan hissə gəlir vergisinə cəlb edilir. Bəlkə cəlb. Və bir də bir məsələ də var. Xərcə tanıya biləcəyiniz faizin dərəcəsi. Deyək ki, siz krediti götürdüyünüz zaman faiz xərci olaraq götürmüsünüz 15%. Deyək ki, beynəlxalq bankların sizə verdiyi faiz odur. 15%. Amma eyni zamanda Azərbaycanda banklar arası faiz dərəcəsi həmin zaman 9%-dir. O zaman ümumi hələ o faiz xərci kimi tanıyacağın hissə var, 100 min. O 100 mini sən 9%-in 125% ilə xərci tanıya bilərsən. Yəni 9% vuracaqsan 125%-ə, neçə eləyirsə o 100 mini elə tətbiq edəcəksən xərcdə, faiz xərcdə. Misal olaraq göstərsək, 150 minlik kredit üzərindən gedək. Deyək ki, kapitalımızın 2 dəfə çox idi. 150 minlik kreditin 9%-in 125% nə qədər edir ümumiyyətlə? 11.25. Biz faiz xərcini bu faizlə tanıya bilərik. Banklar arası faizlə yox. Yəni 11.25 yadımda qalsın. 100 min manat kapitalın 2 qat hissəsi vurulsun 11.25%. 25% idi məncə. 11.250 manat artıq mənim gəlirdən çıxılan xərc kateqoriyama aiddir. Amma ondan üstünə olan durum, yəni yerdə qalan 50 minin həm faiz xərcini ümumiyyətən qəbul eləmirəm, 125% miqdarında da 100 minindəki üstündə qalan faiz xərcini gəlirdən çıxılan xərcə qəbul etmirəm. İnvestisiya təşviqi ilə bağlı sənəd əldə etdiyimiz zaman əldə etdiyi gəlirin 50%-i 7 il müddətinə azaddır. Lotereya və idman mərc oyunlarının operatorları tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək uduşlar yenə aiddir. 500 manatadək olan hissəsi vergidən azaddır.
Vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak paylarını və səhmlərin satışından əldə olunan gəlirin 50%, mənəvi dəyərin təbliği fondu tərəfindən ödənilən maddi yardımın, dəstəyin, Azərbaycan Respublikasının İpoteka və Kredit Fondu tərəfindən zəmanət verilmiş kredit üzrə ödəniş edilməsi hallarında borc alanın borclarının ödənilməsinin nəticəsi kimi əldə edilən gəlirlər ipoteka ilə bağlıdır. Mikro və kiçik sahibkarlıq subyektləri olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startupın startup şərtnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdiyi gəlirin 3 il müddətində azaddır. Kobya hər birində olduğu kimidir, 7 il müddətində və 50% neçə il müddətində? Bir dəqiqə, 7 il müddətində 2024-cü ildən 2031-ci ilədək. Bu bənd hansı bənddir uşaqlar xatırlayırsınız? Qida, ixal olunan qida vasitəsini yerli istehsalla əvəz edən müəssisə öz gəlirinin 50%-nin 2024-cü ilin yanvarın 15-dən 7 il müddətində gəlir vergisindən azad edir. Evet. Bu heç vergi məcəlləsinin bəndlərinə bax deyil. Qısa məlumatımız bugünlük.